Mən istərəm ki, bu videomda sizə sözlərin tək mənalı və çox mənalı olmağı ilə bağlı bir video çəkim. Gəlin izaha başlayayım. Gəlin başlayaq. Buradan əsas elə danışacağımız yazı sözlərin çox mənasının olmasıdır. Yəni tək mənalı sözlərlə bağlı çox danışmalı heç nə yoxdur. Gəlin ilk öncə başlayaq tək mənalıların izahından. Sonra keçərəm çox mənalıların izahına. Tək mənalı sözlər. Tək mənalı sözlər necədir? Baxın, tək mənalı sözlər dedimmi? Bunun bir dənə həqiqi mənası olmalıdır. Bir dənə də leksik mənası olmalıdır. Bir həqiqi, bir də leksik mənada olmalıdır. Tək mənalı sözlər, əgər mənim cümlədə tək mənalı söz dedimmi, onun bir həqiqi, bir dənə leksik mənası olmalıdır. Əgər sözdə bir dənə məcazi mənası olsa, o artıq tək mənalı olmur, tək mənalıqdan çıxır. Məsəl üçün, tək mənalı sözlərlə bağlı nümunələr yazım. Məsəl üçün, uşaq bir mənası var. Təyyarə bir mənası var. Stul bir mənası var. Ədəbiyyat bir mənası var. Riyaziyyat bir mənası var. Görürsünüz, bir mənası var və bir də leksik mənası var. Bu sözlər və s. Ona görə bu sözlər nə sayılacaq? Bəli, ona görə bu sözlər tək mənalı sözlər sayılacaq. Keçək indi çox mənalı sözlərin izahına. Bəs çox mənalı sözlər necədir? Çox mənalı sözlər belədir. Əgər həmin mənim sözümün elə mən bir dənə məcazi mənada işlədirə bilərəmsə, mən buna çox mənalı söz deyirəm. Bunu belə yadda saxlayırsınız. Bəs bunu tərif kimi necə deyirsiniz? Tərif kimi də çox mənalı sözlərimizi biz tərif kimi belə demək olar. Əsas məna ilə bağlı olub əlavə törmə mənalar da ifadə edilə bilən sözlər çox mənalı sözlər deyilir. Nə oldu? İlk məna ilə bağlılıq olub əlavə törəmə mənalar da olursa, bu çox mənalı sözlər olur. Yəni mən bunu testdə tətbiq edəndə də belə edəcəm. Bir dənə məcazi məna varsa, o nə sayılacaq? Bəli, çox mənalı söz sayılacaq. Məsələn üçün, ağız sözü. Ağız. Məsələn üçün, yazıram. İnsanın ağzı. İnsanın ağzı. Bir də yazıram. Qapının ağzı. İnsanın ağzı olur həqiqi mənada. Qapının ağzı olur məcazi mənada. Baxıram, insanın ağzı bu həqiqi mənadadır. Qapının ağzı olur məcazi mənada. Deməli, ağız sözünü burada mən işlədə bilirəmsə ki, məcazi mənada işlədə bilirəmsə, həm həqiqi işlədə bilirəmsə, deməli, bu söz olur çox mənalı söz. Yadda salsanız ki, elə mən tərifə demişdim ki, tərif edəndə yazı gəlirmi? Mən tərif edəndə demişdim ki, bütün sözlərin məcazi mənası olmur. Düzdür? Bunu demişim da. Yəni elə bu da buna əsaslanır ki, bütün sözlərin məcazi mənası olmasa, deməli bütün sözlər elə çox mənalı ola bilməz axı. Yəni qrafik kimi bunu belə saxlaya bilərsiniz. Bu oldu çox mənalı. Çox mənalılarla bağlı yəni izah bu qədər oldu. Sizə qalır bizə bunu bilməkdə yəni. Amma omonim sözlər, bir də çox mənalı sözlər belə tapacaqsınız. Gələn videomda sizə omonim sözlərin izahını verəcəm. Omonim sözlərin izahını verəcəm. Omonim sözlərin izahını verəcəm və bütün o leksikologiya bölməsində bütün izahlar bitəndən sonra sizə leksikologiya bölməsi ilə bağlı olan bir neçə dənə qeydlər var ki, onların izahını verəcəm. Bu videom izahı bu qədər oldu. Əgər bu videom sizə faydalı oldusa, kanalıma like atıb abunə olmağı unutmayın və tanıdığınız insanlarla paylaşın ki, onlar da bu cür videolardan faydalana bilsinlər. Sağ olun, görüşəndək.